Sonra marojna, buzlu marojnanın arasında yığardı, kendi fırlanardı, qışqırardı. Marojna, marojna satardı. Marojna əriyəndə, qardaşım da marojna əriyəndə bizdə toy bayram oldu. Aha, işıqlar sönüb, marojna əriyib, yiyəcək. Söz yoxsa yanı vardı, amma əriməsinə də sevinirdik. Doyunca marojna yeyirdik. Yəni bu cür formalaşa gəldik. Böyük bacılarım çay dərərdilər. Kələm yığardılar bizim zona, kənd təsərrüfatı ilə yüksək səviyyədə kələmçilik, çayçılıq, bu sahə bizim zonada, yəni cənub zonasını inkişaf eləmişdi. Bacılarım kələmə gedərdilər, pomidora gedərdilər, çay əkərdilər. Biz də onlarla körpə şahidi gedərdik. Yəni bu axşamlarda gözəl bir həyat vardı. Hind filmləri gətirərdilər, Qəzəlli Lütsən kənddə evlərin arxasına qoyardılar, lentini dəyişə-dəyişə aparatı. Biz də böyük bacılarımızın qucağında oturardı, onlar da ədyalla bizi bükərdilər, belə isti qucaqda oturardıq, kinolara baxardı. Bir də görərdik, elə orada da yatmışıq. Çox gözəl günlər idi. Evə gələrdik, işıqlar, lampalar sönərdi, yandırardı, işıqlar az olurdu da, lampanın ətrafında hamısı isti münasibət yığışardıq. Lampa işıq az olduğundan, insanların bir-bir məhəbbəti çox olduğundan sarılıb bütün onun ətrafı. İndi hər yanda işıq var, hər bir otaqda müstəqil, amma o vaxtlar belə deyildi. Kasıblıqdan yorğan döşəyimiz çatmazdı, evdə baş ayağa yatardıq. Gözəl günlər idi.